Azərbaycanın BMT ilə əməkdaşlığına vacib olan proses və təşəbbüslərin, qabaqcıl yanaşmaların müzakirəsi məqsədi ilə Ağdam şəhərində strateji məsləhətləşmələrə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbir iştirakçıları səfərə Füzulidən başlayıblar. BMT nümayəndələrinin Qarabağla tanışlığı Füzuli Beynəlxalq Hava Limanından başladı. Qonaqlara Füzulidə aparılan bərpa və tikinti quruculuq işləri, infrastruktur layihələri, həmçinin Füzuli şəhərinin inkişaf planı barədə məlumat verildi. Səfər iştirakçıları sonra Ağdama yola düşdülər. Burada BMT ilə Azərbaycan Respublikasının əməkdaşlığında vacib olan proses və təşəbbüslərin, qabaqcıl yanaşmaların müzakirəsi məqsədi ilə strateji məsləhətləşmələrə həsr olunan dəyirmi masa keçirildi. Təməli Şuşada qoyulan Azərbaycan və BMT arasındakı illik yüksək səviyyəli müzakirələr bu dəfə Ağdamda davam edir. 35 hökumət və BMT rəsmisini bir araya gətirən tədbirdə ölkəmizin davamlı inkişaf məqsədlərinə nail olmasının daha da sürətləndirilməsi, eyni zamanda bu yolda xüsusi əhəmiyyəti olan işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması diqqət mərkəzindədir. Su resurslarından səmərəli istifadə ilə bağlı yeni tənzimləmələrə ehtiyac vardır. Hazırda biz BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı olaraq hökumətlə su resurslarının səmərəli istifadə olunması ilə bağlı texniki əməkdaşlıq proqramı çərçivəsində layihə icra etməkdədir və layihə çərçivəsində su resurslarının səmərəli istifadəsi ilə bağlı yeni strategiyanın hazırlanmasına hökumətə dəstək veririk. Tədbirdə qeyd olundu ki, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin bariz nümunəsi olaraq məscidlər qəsdən dağıdılıb və təhqir edilib. İşğal dövründə 462 kitabxana tamamilə dağıdılıb. Muzeylərdə 40 minə yaxın eksponat oğurlanıb. Üstəlik Ermənistan Azərbaycan torpaqlarının işğalı dövründə bu ərazilərdə qanunsuz arxeoloji qazıntılar aparıb. Erməni tərəfi dağıntılarla yanaşı ekoloji terroru da davam edib. Xüsusilə Oxçu çayın çirkləndirilməsi və transsərhəd ərazilərdə su problemi ilə bağlı 2022-ci ildən başlayaraq beynəlxalq təşkilatlara müraciət olunub. Azad edilmiş ərazilərin həyata qaytarılması üçün iri miqyaslı bərpa və yenidən qurma işləri həyata keçirilməkdədir. Azərbaycan bu prosesdə beynəlxalq əməkdaşlığa da açıqdır və bugün burada keçirilən tədbirin əsas mövzularından biri məhz azad edilmiş ərazilərin bərpa və yenidən qurmasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi və mövcud olan qabaqcıl təcrübənin Azərbaycanda tətbiq edilməsidir. BMT nümayəndələri öz növbəsində Azərbaycanın işğaldan azad olunan ərazilərinin uğurla bərpa edildiyini diqqətə çatdıraraq böyük qayıdış proqramını hər zaman dəstəklədiklərini bildiriblər. Konfransda bu sahədə Azərbaycanla BMT arasında əməkdaşlığın önəmi də xüsusi vurğulanıb. This morning we have heard from special representatives. Söhbət əsnasında biz gələcək üçün prioritetlərdən, o cümlədən 2023-cü ildə həyata keçiriləcək işlərlə bağlı daha sıx əməkdaşlığın qurulmasından danışdıq. Burada görülən işlərdən olduqca məmnunuq və bundan şərəf hissi duyuruq. Biz tərəfdən inklüziv artım, daha güclü təsisatlar, iqlim dəyişikliyinə qarşı mübarizənin aparılması və gender bərabərliyi kimi məsələlərdə bu il üçün 37 milyon ABŞ dolları məbləğində müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Azad edilən ərazilərin mina problemi də tədbirin əsas müzakirə mövzusu olub. Mina Təmizləmə Agentliyi BMT agentlikləri ilə sıx əməkdaşlıq edir. BMT agentliklərinin mina probleminə olan diqqəti böyükdür. Dəstək vermək istəkləri var və biz bu sahədə əməkdaşlığımızı davam etdiririk və ümid edirik ki, bu əməkdaşlıq genişləndiriləcək. BMT Dünya Bankı və Avropa İttifaqının birgə post-böhran mexanizmi olan bərpa ehtiyaclarının qiymətləndirilməsi metodologiyasının ölkəmizdə tətbiqi sahəsində də fikir mübadiləsi aparıldı. Sonra tədbir iştirakçıları Heydər Əliyev ili çərçivəsində Ağdam şəhərində ağac əkdilər. Qonaqlar Ağdam şəhərində aparılan quruculuq işləri ilə də yaxından tanış oldular. Rüstəm Mikailzadə, Əfsanə Mehdiyeva, AzTV xəbər.